Star Sedusi Web kanalındasınız. Deməli, gördüyünüz kimi kənddəyəm, gəlmişəm. Mən deməli, sizə belə bir şey demək istəyirəm. Yəqin ki, siz çox görmüsünüz. Belə oyun kimi dinozavrlar olur. Dişlərini belə basırsınız, sonra dişləyir əllərinizi. Elə şeylər yəqin ki, çox görmüsünüz. Bəli. İndi təxmin edirsiniz nə olacaq? Bəli. Ama ilk önce onu getirmeyim lazım. Ona göre getirende görüşelim. Geldi ve budur. Yani beni diye görürsün. Böyle dinozavr tahmin edelim. İndi deməli uşaqlar, bir dəqiqə gözün kameranı düzəltəcəm belə. Uşaqlar, deməli indi bunu açırıq. Başlamamışkən videoya dostlar, sizə bir şey demək istəyirəm. Belə vlogerlər var ki, bunu atırlar, dişlərdə iğnə və bir şey qoyurlar. Amma siz bunu heç denemeyin. Çünkü onlar neyse parmaklarını takip edilir. Eğer siz de eləmək istəsəniz parmağınıza vacib bir şeyler takın. Mesela skot gibi bir şeyler var. Takıp sormayın. Yoksa parmağınız ağrıyacaq. Şimdi videomuza başlayabiliriz. Açsam indi. Deməli dostlar, yanımda işim olmadı. Ona görə tərk eləməliyəm bunu. Çünki mən bura ancaq ana və nənəmlə gəlmişəm. Bacım dərs eləyir deyə bacım gəlmədi. Yoxsa o çox istəyərdi bundan eləməyi. Ona görə başlayaq. Birinci. Diğer şekilde. Şimdi de kaçtı. Gelmeden. İyi yazıyordu. Neyse dostlar, böyle bir videoda çok kısa değil. Biraz kileyli bir video. Bunu böyle bizim sohbetimiz de var be. O da Roblox oyununa ait Roblox. Deməli dostlar, böyle bir şey oldu ki siz yəqin ki bilirsiniz, dünəyi obirsi gün diyemedim. Obirsi gün Brain Rot Challenge, yani Still a Brain Rot oyununda event var idi, bəli, event. Yani admin gelmişti oyuna. Eləmiş. Ve bu admin bize sıkı Brain Rot'lar verdiği oyunda. Neyse ama ben tek sunuculu oynuyordum. Hayır, Robux'um yoktu. Dostumuzun sunucusuna girebilirsiniz. Olabilsin burada size gösterdim onu indi. Tercihler. Deməli ona göre Brain Rot Challenge üstüne basırsınız. Oyuna girmişsiniz. Aşağı eləyirsiniz. Kat bir şeyler satın. Sunucu yazılan altında. Sunucuya basırsınız ve orada bağlantıların bulunduğu sunucu yok. O en birinci gələn sunucuya basırsınız. Yani eğer o bağlantıların bulunduğu sunucuya bassaz, girsəz, çok adam olsa veya ayrıl sözü ortaya çıksa, demek ki siz tek sunucuda değilsiniz. Onda bir de olacaq. Ona bassaz tek olasınız. Ama başka oyuncular girə bilər oyuna. Yani elə. Neyse. Admin geldi. Secret Brainrot'lar verdi. Telefona Secret Brainrot'lar verdi. Ben de tek sunucudaydım. Ama bir insan girdi oyuna. Şükürler olsun çalmadı geldi. Dostlar sırası.
Onda da admin gelmişti hocam. Admin geldi. Secret verdi. Yin Yang eventi var idi. Daha da Yin Yang. Bize Secret Brain Rotlar verdi. Ben de Secret neresi var idi. Yin Yang idi. Ha neyse ama asıl bir şey olana bak. Deməli bu sunucunun başçısı oyuna girdi. Məni aldattı. Bilirsiniz necə? Girdim oyuna. Məndən secret'ımı çalıp beni oyundan banladılar. Sunucudan banladılar. Bir secret çaldılar ama daha girmedim oyuna. Girdim onun sunucuna ama geldi çıktım. Ama ne tər girdim bilmirəm. Deyəsən məni onda bandan çıxartmışdı. Ama təzən banlanı bilmədim. Hə. Yani sonrası da var. Bir tane de benim sınıf yoldaşım var. Onun bir dakika koyuram ortaya burada. Hə, deməli onunla oynayırdıq. Və birdən nəsə oldu ki birdən. Dedi ki yani mən girirəm Brainrot salonuna. Dedim ya çıxdım mən də həvəsləndim. Mən də getdim. Oyuna girməz. Heç bezimin açılmasını gözləməyib sundular bezimə bütün sundular. Uşaqlar sizdən çox üzr istəyirəm 2 dəqiqəlik. Kamera aça bilər amma sizdən çox üzr istəyirəm. Yəni çaldılar. Deməli bezimdə bir dənə secret qalmadı. Yəni qaldı bir dənə. O da Spider Sam idi. Qaldı bez. Oyunun qurucusunu aldım. Onu da dostuma verdim. Bir dəqiqə indi gördüyünüz buradakı da. Verdim sizə oynayırdı. O da buraya oynadı. Onları da getirdim. Yani yukarıdakilerden bilmirəm. 3 də Brainrot var yukarıda. Brainrot qadıydı onlardı. Mən də saçdım götürüb secret'dan yukarı koydum. Aşağıya Brainrot qadlar koydum. Aşağı Brainrot qadlar koydum. Gözün kimsə gəl. Deməli dostlara qayıtdım. Əslində bir dəfə mənə kimsə dul hədiyyə etmişdi Meksika eventindən. Mən onda yox idim. Mən evdən heç bir ümumiyyətlə girə bilmirəm. Məktəb olur, yatıram, eləyirəm deyə girə bilmirəm. Həm də yəni anlamadım. Bir dəfə cəmi Yin Yang'ın eventinə girə bilmişəm o da bir də onun eventinə. Bir dəfə də girmişdim eventə. Amma onda da hesabım getmişdi arası. Onda nə qədər milyardlarım vardı. Amma indi 2 trilyonum var. T hərfi olan var ya. Ondan var məndə. 2 T. Brainrot'a pulum. Dülcü hediye etmişler. Ben de doğum edirdim diye o dülcülü bacıma verdi. Bacımın da bir dakika skinim buraya koydum. Hesabımda. Dülcülü verdim bacımda kalsın. Doğum eləyəndən sonra bacımın girdiği taşda bütün sunucuya. Ama tek sunucuya girebildiğimiz bağlantı vardı. Onun içimizde de vardı. Yadım. Ama orada dostlarımız da var idi. Ben takımcılar tutunsın diye çağırdım. O da gitti oyuna. Daha hiç ne de ben. Deməli girdik. Bacımın adı Cülayt'də yani. Girdik ki qaytarsın. Bir tane dostum var. Tanımıram ama arkadaşlığımda var da. Ya dostluğumda. Adı Onur'du. Gəlib bilirsiniz neyini. Onun secret Brainrotları falan var. Gəlib oradan. Məndən duyuldu. Məndən yox. Bacımın beyzi açılmaz girdi çaldı. Girdi çaldı. Duyuldu getdi. Bu sefer nə qədər yalvarıq. Nə cavab verir. Nə qədər gəlib beyzimizdə durur. Hem de çağırırıq onu. Cavab vermiyor bu sefer. Qaldıq belə neyse. Duyuldu getdi. Yani ama bir şey var ki mənim indeksimdən o Brainrotlar getmədi. 82 Brainrot var mənim indeksimdə. 130 Brainrotdan. Bəsdir. Yani bəli elə bir şeyler var. Yani bu şeylerin başımıza gelməyi yani adımı çok pis eləyir. Çünkü o Brainrotları nə əziyyətlə alırsınız, nə şeylə eləyirsiniz.
Yəni o Breyrotu yolda nə əziyyətlərlə çıxıb, onu ümumiyyətlə heç yerdə tapa bilmədiniz Brainrot. Sadəcə birinci dəfə eventə girib aldığınız şeyləri sizdən geri oğurlasınlar. O adam o qədər pis eləyir ki. Başa düşürsünüz, yəni o adam çox pis eləyir. Yəni. Neysə dostlar, videomuzun sonuna gələk. Artıq sonuna bəli, sağ olun. Amma sizə bir şey deyim. O biri videoda o lavabo açılışı videomuzdakı şorta komment sual yazın. Hərəniz belə sual yazın. Və mən o sualları videoya çəkəcəm. Yəni o verdiyiniz sualları videoda oxuyacağam bir-bir və videoyu belə ortasına gətirəcəm və o suallara cavab verəcəm. Bir insan bir nə qədər yaza bilər, istədiyi sualları yaza bilər, çətin sual olsun, asan sual olsun. Məsələ kimi yox, mənə aid suallardan, yəni mənə aid. Yəni mən beləyəm, mən necə elədim bunu, mən niyə bunu elədim, belə bir şeydir. Yəni başqa şeyə aid olmasın. Ancaq bizim ya mənə kanalıma ya da mənə aid bir suallar olsun, istədiyim sualları verin. Hə, o bir videoda mütləq yazasınız, mütləq elə şey olmaz. Əgər yazsa, o videonu çəkəcəm. Yazın yəni. Bir insan neçə sual yaza bilər, bir sual yaza bilər, istədiyi kimi yaza bilər yəni. Mən qarşı bilmədim. Hə, deməli, uşaqlar, videonun sonuna gəldik. Bir də kommentləri yazandan sonra görüşərik. Bye bye.